Tehranı boşaldın, hərəkətə keçirik. Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib. O, İrana qarşı yeni hücuma işarə edib. Tehranın səması nəzarət altındadır. Biz zəfər yolundayıq. Biz iki əsas məqsədimizə nail olmaq ərəfəsindəyik. Nüvə və raket təhlükəsinin aradan qaldırılması deyə baş nazir əlavə edib. Qeyd edək ki, İsrailin İranın nüvə obyektlərinə qarşı yüksələn şir əməliyyatlarına başlamasının 4-cü günüdür. İran Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, indiyədək İsrailin İrana hücumları nəticəsində 224 nəfər həlak olub və ölənlərin 90%-i mülki şəxslərdir. İranın İsrailə hücumları nəticəsində ən azı 24 nəfər ölüb, yüzlərlə insan yaralanıb. İrandakı səfirliyimiz və Təbriz şəhərindəki baş konsulluğumuz, habelə İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşları tərəfindən qaynar xətlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. O bildirib ki, bununla əlaqədar ilkin olaraq İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir. Amerika Birləşmiş Ştatları siyasətçiləri və silahları İran Xarici İşlər Nazirliyinə olunan təcavüz aktının bir hissəsidir. İsrail diplomatik binaya ABŞ silahları ilə zərbələr indirib. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib. O əlavə edib ki, bu proses Tehran və Vaşinqton arasında danışıqların gedişatını praktiki olaraq mənasız edib. Sözçü İranın qanuni özünü müdafiə haqqını təsdiq edərək vurğulayıb ki, İslam Respublikası öz vətəndaşlarını qorumaq üçün qətiyyətlə mübarizəni davam etdirəcək.